Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bugünkü dərsimizdə yazı və onun növlərindən danışacağıq. Bilirsiniz ki, yazı bəşər tarixinin ən böyük kəşflərindəndir. Çünki yazı bizə elmin, biliklərin, təcrübənin gələcək nəslə ötürülməsi üçün ən vacib bir vasitədir. Alimlərin fikrinə görə yazı aşağıdakı inkişaf mərhələlərini keçmişdir. Əvvəlcə insanlar əşyavi yazıdan istifadə etmiş, sonra şəkli yazıdan, şəkli yazıya piktoqrafik yazı da deyirlər. Sonra kiçik yazıya keçid olmuş, kiçik yazı ideoqrafik yazı adlanır. Sonra isə bəşəriyyətin daha böyük kəşfi, hərfi yazı, fonoqrafik yazı kəşf olunmuşdur. Kiçik yazı ilə hərfi yazının arasında bəzi xalqlarda hecavi yazı deyilən bir yazı növü olmuşdur. Buna hecavi yazı da deyirlər, sillabik yazı da deyirlər. Bunu da yadımızdan çıxarmayaq. Sadəcə olaraq sillabik yazı nümunəsi bizim xalqımız tərəfindən istifadə olunmadığı üçün bizə tanış olmayan bir yazı növüdür. Burada hecalar bir işarə ilə verilirmiş. Digər yazı növlərindən isə hələ də istifadə olunur. Məsələ orasında gözlə, əşyavi yazıdan daha az istifadə olunur, hərfi yazıdan, şəkli yazıdan ondan biraz çox istifadə olunur, kiçik yazıdan biraz daha çox istifadə olunur, ən çox istifadə olunan yazı növü isə hərfi yazıdır. Əşyavi yazıya aiddir əşyalardan fikir ifadə eləmək. Məsələn, mağazada satılan malın bir nümunəsinin mağazanın qarşısında nümayiş etdirilməsi bu əşyavi yazının ən bariz nümunəsidir. Məsələn, yol qırağında deyək ki, bir balıq asıblar ki, burada balıq satılır və yaxud bir ot bağı qoyulub ki, burada bu ot bağından satılır. Yəni, əşyanın özündən birbaşa özünə aid fikri ifadə eləmək əşyavi yazı nümunəsidir. Amma əşyavi yazıya eyni zamanda gördüyünüz bu nümunələr görürsünüz ki, burada, məsələn, nağıllarda hər hansısa bir fikrin əşyalar vasitəsilə verilməsi. Məsələn, mənlə olsa, bu yazı növü əşyəvi fikri yazı növünə aid. Çünki orada əşyalar birbaşa öz mənasını ifadə eləmir. O, nəyəsə bir simvollaşdırır, rəmzləşdirir və bu, mənim ağlıma görə əvvəllər də dərsliklərdə belə öyrədilirdi. Yəni, dərsliklərdə bu cür təsnifat aparılmışdı. Test tapşırıqlarında belə görürdük. Əşyəvi və fikri yazı hesab olunur. Amma indi bunu sırf əşyəvi yazı hesab edirlər. Məndən olsa ümumiyyətlə bu nümunələrdən qaçmaq daha gözəldir. Məsələn, Daşdəmirin nağılında deyək ki, Mirzə Möhsün qızın ardından ana Abbas bəyə armudu göndərib, dəyirman daşından bir parça göndərib, adi bir dəmir parçası, bir daş parçası, adi bir daş göndərib. Bunu Daşdəmir belə oxuyur ki, atan demək istəyir ki, dəyirmanda mənim başıma gələn, bu deyir, daş və dəmir mənəm, Daşdəmir. Bu dəyirman daşı, dəyirman daşından bir parça, dəyirmanda mənim başıma gələn hadisəyə işarədir. Bu Abbas bəyə armudu da Abbas bəyə işarədir. Ata demək istəyir ki, dəyirmanda Daşdəmirin başına gələn əhvalat Abbas bəylə bağlıdır. Məsələn, bunu əşyavi yazı nümunəsi kimi götürmək mən bilən normal deyil. Çünki əşya birbaşa özünün ifadə elədiyi fikri ifadə eləmir. Burada ciddi şəkildə ideya var, fikir var, amma hər halda bu gün o da əşyavi yazı nümunəsi kimi götürülür. Şəkli yazıya aid olan nümunələr şəklin birbaşa aid olduğu, ehtiva elədiyi fikri ifadə eləməsidir. Bu da daha çox alış-satış məqsədi ilə işlədilən dükanlar üçün keçərli işarələrdir. Məsələn, çörək dükanının üstündə çörək şəkli və ya paltar dükanının üzərində köynək, şalvar şəkli, qızıl dükanının üzərində üzük şəkli, sırğa şəkli, nə bilim, boyunbağı şəkli və ya heyvanxananın, zooparkın divarında heyvan şəkli, bunlar şəkli yazıya nümunədir. Çünki həmin şəklin arxasında şəklin ifadə elədiyi əşyalar, anlayışlar dayanır. O da şəkli yazıya nümunə olur. Fikri yazı dediyim kimi daha çox istifadə olunur fikri yazının. Hətta fonoqrafik yazı fikri yazısız işlənə bilir. Əvvəlcə fikri yazıya aid nümunələrə baxaq. Məsələn, yeməkxana olduğunu bildirmək üçün yol kənarında qoyulmuş çəngəl bıçaq şəkli
Çörək tikanının üstünə çəkilmiş sümbül şəkli, bayrağımızın üzərindəki rənglərin ifadə elədiyi mənalar, gülclərin işarələri, kimyəvi elementlərin adları, formullar, bizim Azərbaycan dil fənnini öyrənərkən qrammatikadakı baş və budaq cümlə işarəsi, cümlə üzvlərinin işarəsi, könc çəkilişi işarəsi, durğu işarələri, Matem gününü bildirmək üçün təqvimdə tarixin qara haşiyələrlə verilməsi, transformatorun üstündə kəllə şəkli, riyaziyyatda olan işarələr, aptekin qarşısına da qaba sarılmış ilan şəkli, yol hərəkətini tənzimləyən işarələr, bunlar hamısı ideoqrafik fiziki yazıya nümunədir. Sonra yazının ən çevik, ən mükəmməl forması olan fonoqrafik yazıdır. Fonoqrafik yazıda bir hərf, bir səsi bir hərflə işarə edirik. Bizim latın qrafikalı Azərbaycan əlifbası və ya qədim orfogensi əlifbası fonoqrafik yazıya nümunədir. Bizim əvvəldə, nitqimin əvvəlində dedim ki, bugün fonoqrafik yazının özü ideoqrafik yazısız mümkün deyil. Məsələn, rəqəmlərin özü ideoqrafik yazı. Yəni bu işarə ki, 5 bildirir, yəni bir işarə, bu 3 səsi bildirir. Bu nə demək? Bu əslində ideoqrafik yazıdır. Və ya bizim vergül işarəmiz, nöqtə işarəmiz, sual işarəmiz, bunlar hamısı ideoqrafik yazıya nümunədir. Demək, fonoqrafik yazının özünü bugün ideoqrafik yazısız təsəvvür eləmək mümkün deyil. Mən bilən, danışdıqlarımız kifayət eləyər, bizdə yazı haqqında müəyyən təsəvvür yaranmış oldu. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.